kızlar, yeni güne, yeni vlogla hoş gördük sizleri. Önceden diyeyim, kanalımıza abone olup like atmağı unutmursunuz. Bakın ne güzel. Burada bir görüntü var. Bilmiyorum görürsünüz ya, balaca bir para bizem var. Gülümün üstünde. Her neyse kızlar, belə deyim, güllərim çiçəklənib, qəşəng gül ağaclarım və nanə axtarmaya gəlmişəm. Sadəcə mən çərtkədən qaçdığım üçün çərtkə də mənim üstümə qaçır. Belə bir xasiyyəti var çərtkənin. Burada biraz nanələrim var. Qoy görək həm. Bilmirəm görürsünüz ya yox, hə, belə çəkim. Hə. Sonra hanı? Hə. Çerez kamera baxıram. Belə baxmıram. Hə. Deməli, nanələrimi dərirəm. Bunların zoğları biraz qalındı deyə mən bunları yarpaqlarını götürürəm və burada bilmirəm görürsünüz ya yox, hə. Körpə nanələrim var, təzə çıxan. Bunları da dərirəm. Mənə biraz nanə lazımdır. Əvvəl dedim alaram. Birazdan Zeynəbi götürəndə. Sonra fikirləşdim, niyə alıram? Elə həyətimdə nanə var da. Boy. Neysə, harasa bu qədər. Belə bir ovuc nanə dərdim. Bu fındıqlarımdır. Və baxın. Körpə. Oy, hörümçək var. Oy, ətim ürpəşdi. Hə, belə fındıqlarım var. Balaca körpədilər hələ. Bir də baxın burada çiçəklənən güllərim var. Bu da narımdır. Narım ucu çiçək açır. Bir dənə çiçəyi var. Maşallah, maşallah. Gedək evə. Belə bir marojnalar aldı. Bunlar biz keçən yıl o birisi il yayda almışdı. Yəni az da tərəfdən keçirdik deyə yayda. Çox qəşəng idi. 1.20'ye idi, amma indi 1.90 aldıq. Zeynəbgilin yediyini də, bunu da. Az da marojna aldı. Bu formada çıxdı. Göstər Zəzi. Zəzi ancaq yeyir. Necədir Zəzi dadı? Puan verəcəm. 10 üstü nə qədər? Nə qədər? Ayda şeyde o ses daha bu o sesten daha geçen. Ona göre onda veririm. Onda 10 nəhayət. Çox şükür. Get yerinə şöyle. Demişdim sağalarsınız. Sizə marojna alacağım və nəhayət şükür Allaha düzəlmişik. Hər neysə. Ben çok beğendim. Marojnanın içi bu formadadır. Bu biraz yaxşı mən üçün lap boş idi. Boş idi. Boş değil ki. Buna içi boş deyə bil. Bilsəydi onlar da marojnanın dadına bax. Göz haqqınıza halal edin. Yəni bunu çəkib sizlə paylaşmam odur ki, çox qəşəngdir bu marojnalar. Çilekli lollipop. Bu, bir də baxın bu. Çox dadlıdır. Bunun içi də necə? Daha tatlı değil. Deməli bir həkim şeydə görmüş, sosial şəbəkədə. Qadın gedir həkimə, deyir həkim mənim oram, buram, hər yerim ağrıyır da. Həkim deyir ki, sən stresdə durma, sən nə stres tutursa, nə verirsə stres, hamısını at çölə də. Bu da girir içəri birinci kişinin burasından tutur, çıxmayınca mənə stres verirsə, daha sonra uşaqlarım bir çıxardardı, siz mənə stres verir. Mənə həkim deyir ki, istirahət eləyin. Ata bundan götürürdü sizə. Mən dedim ki, bu səfər uşaqlara fərqli bir şey götür. Dedim fərqli bir şey götür, qoy ondan yesinlər, görsünlər dadı. İkisi de kilo attı ya. Az yaptı. Sən ağ xoşlayırsan deyə. Və dedim ağ istəyirsən götür. İndi gəlin ki, karışım, hamıya karışım götürdü.
hoşuma gidiyor. Ayaklar bile çizmişsin. Bununla oynarsan. Bununla oynarsan. Bak çıkarayım mı? Sen telefona ulaşabilirsin. Telefona oynayabilirsin. Çok bakabilirsen. Bağlayalım mıydı? Televizyon oynayalım. Telefonu başka yere koşabilirsen. Bilmiyorum bir şey. Esas şey koyacaksın. Ses yazmayacağım. Bak. Elemeyeceğim. Öyle paylaşacağım. Ay ama ben size siler olsa diyorum. Sen paylaşmadan siler oluyor. Aa, siledim mi? Ama size ses yazmak. Evet size. Ama artık. Photoshop. Ana. Nece koşuyorlar? Ben gördüm bu. Ses yazmayı üstüne. Nedir? Ha, boşluğa boş. Bax, bunlar burada nə yazıb? Bu qayışın burada nə işi var? Kitab. Bura bizim asfalt yerimizdir. Bu telefon qoyanların korobkasıdır. Bu ya Zeynəbə hədiyyə alınmış onun korobkasıdır. Bu Yağmurun idman sumkasıdır. İndi görək başımıza daha nələr gəlir. Ayırım bunları. Bu uşaqlıq oyuncaqlardır. Bizə arada Amir gələndə oynayır. Görsəz ki, nələr dağıldı onun içindən. Paketlər, yəni kloklar belə. Balaca kloklar. Ay Allahım. Mən bura nə qədər vaxtdır əl vurmuram. Bu yemək qabıdır. Belə necə var, qoyub bura. Pintoloşluqlar tutulur. Ümumiyyətlə xəstəlikdən sonra bu ki, qızdırma falan keçirtdik elədik. O xəstəlikdən sonra çox tənbəlləşdik. Sanki bədənimizin bütün enerjisini apardı da. Yəni vitaminimizi, enerjimizi hamısını apardı. Başımıza oynaşdı və bu da yulasıdır. Sonra oyuncaqlar. Bunu Zeynəbin əl işidir. Bu formada belə bir şey düzəldi. Qəşəngdir amma. Təbii ki, bunu istifadə etmək olar. Oyuncaqları yerə qoyuram. Ona görə ki, iş görəcəm. Bu Yağmurun rəsm fırçalarının stəkanı çıxırır. Sonra paket. Bloklar da hazır. Blokları ancaq o içində. Bunlar zibildir. Təbii ki, bu atırıq. Burada zibil yeşilimiz də var. Bir dəfəlik ora. Bunlar tutkalar nə üçün bizə lazım olur? Yəni bu şəkil çəkəndə boyalarda istifadə edilir. Bu qapağı o tərəfdədir. Gəlib gətirərəm. Bunları atın. Nədir? Nə bilim. Allah bilir nə indi. Xırda xurşuları bura atıram. Sonra çünki şey eləyəcəm. Kistə var. Yağmur kistini axtarır. Nazik kistim ana hanı. Kostyumum. Kostyum yox. Yəni şalvar köynəyi, şort köynəyin. 5 ortası. Açıqı kloku axtarırdım. Hər yerdən hər şey çıxacaq. Hər yerdən hər şey çıxacaq. Mütləq. Bu zəzinin işidir. Bunu tullayıram. İçində də hətta su var. Neyin yeriyim bunu? Sonra belə qablar. Bu da içində markeri. Elə bura stola qoyublar. Stoldan da ora düşüb. Heç oradan əziyyət çəkib götürməyiblər. Deyirəm də xəstəlik bizi elə hala saldı ki,
Heç inanırsınız, hayımız, huyumuz yoxdur ki, biz nəsə eləyək. Görürsünüz ya, yox, xırda xuruşdur. Bu xırda xuruşları mən qoyun bura yığım. Belə. Ən yaxşısı. Klopdur. Sonra o xırda xuruşların yeri var. Ona görə bu qaba yığıram. Bir dəfəlik. Kloplar. Dədəm. Kukla paltarı. Bunlar hamısı yeşiğin içindədirlər. Atım. Bu arada başımı görürsünüz. Bilirəm. Tokalar da tutulmayım. Buna baxın. Uca zibil doldu. Bayaqdan əlimə nə gəldi? Atıram onun içinə uca. Uca beynim çönüb. Bunun lak üçün qoymuşam. Balaca bir pambıq. Burada da akstonum var. Uşaqlarındacı. Düzdür, məktəb vaxtında imkanlar olmur. Karandaş kutular. Bunu axtarırdı. Ana, bu karobka hanı? Sonra zibil bir sözlə. Planşet deyəsən çox hündürdən deyil. O biraz aşağı qoymuşsun üçün daha rahat olsun görüm. Hə, bax bu başqa məsələ. Neyse bunu da qoyaq bura. Bildiyiniz zibil. Bir ədəd daraq. Güzgülü daraq. Pirçon. Burada nə gəzir? Sonra silgi. Bu sunkadan çıxanlardılar. Ivır zıvırlardır. Konfet giyilib atılıb. Allah səbir ver mənə. Ya Rəbbi səbir ver mənə. Yenə bundan. İti bəzəməyinə bax. Zeynəbin işidir bu. Bunlar kloklardır. Atıram klokların içine. Görün ne kadar kloklar çıkır. Siz Allah. Aha. Şu. Bu da bilirsiniz. Bayağı aktarır. Ha koydum ben. Boya bismillah. Nəhlə sen çok şeytan. Hanı benz. Bismillah. Neyse. Kızlar koyuram bura. Aktarsam deyirsiniz. Yani koyuram yere yanıma. Sonra böyle balaca klok. Bunlar hamısı oraya gelecek. Klok yerine. Klok paltarları. Sonra tutulmayayım geçsin. Bu işe yaramaz. Bunu da atım geçsin. Bunu da atım geçsin. Bunu da atım geçsin. Hani ıvır zıvırları. Atım onun içine. Ya sabır, ya sabır. Kukla paltarı ben dikmiştim. Neyse. Rızıka bağlı. Ben daha sözüm yoktu bunlara. Allah sabır ver. Xırda xuruş o kadar şey var ki burada. Hayatta zəhləm gedən şeylerden biri de xırda xuruş toplamaqdır. Xırda xuruşu yerləşdirməkdir. Nifrət edirəm bir sözlə. Zəhlim getmir. Nifrət edirəm. Hələ mən bunların gözlərini nirə nə qədər xırda xuruşlarını var. Baxın bunun başı, bax baş hissəsi ətir verirdim. İndi isə heç nə vermir. Bir kloku dolu. Kaldırım. Laklar. Uşaqlıq şeyləriydi. Stekanları içindeki kırıldı. Kaldı çöldeki. Bunun içine koyun. Burada salfetle tutarı. Buna Amir'e vereceğim. Memnun olmuşum. Bunu aslında onun için almıştım. Hele klokundan çıktı kaldı bunun içinde. Hele kaldı. Beni gelenle atarım onu. Memnunum. Kukla paltarlarını bura atıram. Deməli baxın bunun içine. Xırda xuruş burada da var. Koyuram ben. Burada ancaq toplardır. Burada toplar.
Sonra hakkeş. Sonra bunlar. Bunlar şeylerdiler. Buranı dağıtmışam. Bunları bir yere yığıb, sonra yerləşdirəcəm. Otağı köçür əməli başlı. Baxın bura, bunlar çirkli paltarlar, səbətləridir. Bura köçür. Təbii ki, buradan tökdüm hamısını. Ayırd eləməkdən ötürü və ora bəzi şeyləri yığdım. Və baxın buralar köçür. Mən buranı sərgi səhmana salmaq fikrim var. Görək inşallah alındıra bilsəm. Təbii ki, saat vaxt da rol oynayır. Gəlin baxaq saat neçədir. İndi Yağmurun zaryatkası olmayacaq. Və nə saatının zaryatkası var, nə də planşetinin. Gedəndə də deməz ki, ana, mən, yəni zaryatkalar yoxdur da, mənim telefon, planşetimi, telefonumu zaryatkaya qoy, saatımı. Burada bir kulok ucu zibil yığmışam. İndi başlayıram bunlara. Bu zibildir. Broşkaya baxın siz Allah, broşka çıxır, baxın. Broşka. Bütün, hər yeri mən broşka axtarım, qoyum ora. Rezin broşkaları ora qoyuram. Bu nədir? Skoşa eliblər güya. Zehləm gedir belə şeylərdən. Bunları xırda xuruşlar. Hara qoyaq bəs? Atıram bura. Üzünlü sayı həm çəkib, həm də yerləşdirirəm deyə. Bu mənim üçün biraz çətindir. Xırda xuruşlar. Bunları yığıram bura. Təbii ki, muncuğu yox. Muncuğu hara qoyum ya Rəbbi? Qoyuram bura. Neyse o da düşdü. Bunlar da yeri buradır. Bir də mən saata da baxın. Görək. Saat hal-hazırda 17:51. Oy. Bunları çıxardım töküm. Buna baxın. Paltarla neydi? Sonra axtaracaq. Deyəcək, ana mənim paltarımın gülü hanı? Sən gül qoymuşsan yerində, gül qalsın, gül axtarsan oradan. Düzdür. Bəlkə səhv deyirəm. Bu həkim əşyalarıdır. Hamısını çıxardıram. Ən yaxşısı. Karabkanı təzədən yığacam. Ən yaxşısı təzədən yığmaqdır. Yox, məni belə şeyə hövsələm çatmır. Naş, bulka. Bunlar plasmas qablardır. Mən özüm saxlayıram. Bunlar aparacam əslində bana. Evdə bir müddətdə lazım idi. Yağmurun məktəbi üçün. Sonra da ehtiyac olmadı. Qayçı falan nə istəyirsiniz var da, nə istəyirsiniz. Yeşiyin içine girəndə işıq sirkələnir. Nəysə qızlar, mən bunun içini boşaldım bir dənə yerə. Görüm nə var, nə yox içində. Deməli qızlar, bunun içini boşaltdım. Birbaşa başayaq elədim. Sonra bu karabkanı qoyuram bunun içine həmişəki kimi. Nədir? Qoyuram bunun içine. Bir de burada nəsə var. Bilmem görürsünüz ya yox. Hə. Qoy. Ekran niye dumanlaşdı? Okey. Все. İndi baxaq bu nədir? Bu maşınlardır. Maşınlar. Burada xırda xuruş çox şey var. Pullanası şeylər də var əslində. İnanırsınız bunu karabkanı bura gətirənə qədər. Baxın. Xırda xuruş şeylər dağıldı. Ən nifrət elədiyim bir şey də. Nifrət edirəm xırda xuruşa. Neyse mən buranı bir dənə özünə gətirim gəlim. Və baxın yığdım. Gərəksizlikləri çıxartdım. Lazımlıları qoydum. Lazımlı deyəndə heç oynatmırlar açığında. Heç oynatmırlar da düzəməlli. Çünki körpəlikdən çıxıblar. Zeynəb hərdən bir də bekar olarsa oynadacaq. Vəssalam. İndi buraları da yerləşdirim, yığışdırım, təmizləyim. Bu hissələrdə. Bilmirəm bu günə çatıra biləcəm ya yox. Özünüz bilirsiniz ki, buralar uçur. Və axşama saxlamışam. Çünki gündüz işim çox idi. Məktəbə gediş-gəliş eləyəndə də aləm dəyər bir-birinə. Kəş ki mən bunu evdə olan günlər, yəni sabaha bir suyun eləyərdim. Amma buranı dözə bilmədim, yığışdırdım. Çünki ora çox pis bərbad vəziyyətdədir. Axtardıqlarını tapa bilmirlər. Qızlar, bu zibil yeşildir. Bunun içi doludur. Ben bunu açıram, çıxardıram.
bura qoyuram. Ya da hələ bura qoyuram. Ağzını açıq qoyuram ki, zibilləri onun içine yığmağa rahat olsun mənim. Siz mənə başayaq görəcəksiniz, amma narahat olmuyor. Bu toplardır. Başqa toplar yoxdur. Neyse, bunu da qoyuram ora. Sonra bu nədir? Görək bu nədir? Deməli qızlar baxaq. Oo, plastilinlər. Yox, bu qoy qalsın. Yayda Zeynep oynuyor arada bununla. Hətta plastilin şey də var. Neyse. Bunu da qoyaq xırda xırışların üstünə. Probkadır. Bunlar lazım olandır. Evet, koyacağım. Sonra. Bunları geleceğim orada yerleştireceğim sizle beraber. Çöreğe bak. Kalıp bunların çöreği düşüp oraya. Hiç özellikle tapabilmediler. Sonra. Bu hiç. Bu çistiçkalarıdır. Sonkalar yok. Bu sonkalardır. Bunu koyalım. Oyuncak sonkaları ile. Başaya taparım size. Kuklaların paltarlarıdır. Bakın böyle paltarları var kuklaların. Sonra böyle paltarları var kuklaların. Çok geçen paltarları var. Başka var paltar görürsün orada. Hadi. Bunu da attım oraya. Oraya atıram ki burada görünme var ne yok. Saklık geliyorum. Bu cibil kulok geçireceğim diye. Tam güzel. Planşetdən çəkirəm. Ola bilər, effekti biraz zəif ola bilər və yaxud da işığı da zəif ola bilər. Zeynəbin yudmuşam, heç istifadə eləməyib bu aralar. Neyse qızlar, görürüm nə var? Bu stiçi deyil, belə stiçi var. Belə bir hamı var, yağmur almışdı 16 gündən. İndi gedək o başa. Mən yumuşaq kuklaları qoyuram birinci. Zeynep deyir əslində ana deyir. İzləyicilərə üçün köhnə oyuncaqlarımızı çıxardıb göstərək. Mən də deyirəm ki, Zeynep, bunu biz çıxarsaq çox vaxtımız aparan bir şeydir də. Yəni nə qədər şey olar, yəni düzgün olar. Bizim bir günümüz elə vaxtda uçacaq onları yerləşdirməyə. Deyir ana, bəs nə edək? İzləyicilərə demişik axır göstərək. Deyirəm demişik demək şimdi deməyinə, amma necə eləyəcək? Bunu ağzım bağım gəldi. Deməli qızlar, mən indi korobkanı əslində yığdım, yığışdırdım. Sadəcə olaraq buranın xalçasını hələlik bu formada çəkim, götürüm. Baxın nə qədər Zeynəbin işlədəcəyi muncuqlar buradadır. Zeynəb arada əl işləri edir. Özü üçün belə məşğuliyyət kimi də. Xalçanın ümumiyyətlə qırmızı rəngdə tozu çıxır. Ümumiyyətlə. Belə tutun. Sizin gözünüz də ağrıdır, bilirəm. Amma neyək? Bu formada istifadə etməliyəm və çəkməliyəm bunları. Muncuqları götürürəm. İndi gəldim bunları yığım, xırda xuruşları. İnanırsınız, həyatda nifrət elədiyim bir şeydir ki, bu xırda xuruşlar bükülər. Hələ çardıqda bunların oyuncaqları var, belə kinder falan oyuncaqlarda. Onları belə apardım tez bazar qoydum yuxarı. Çünki oynatmırlar, elə tökürdülər yerə. Heç oynatmırdılar ha, inanırsınız. Elə tökürdülər, ancaq tökürdülər də, tökməklə məşğul idilər. Bunu da qoyaq bura, paltarlar. Deməli bu hazır. Ay. Bu nədir? Bunu da qoyaq bura. Bunları götürün. Cırıq corabdır. Bunu atıram bura. Cırıqlara ataq. Yəni istifadə olunmayan şeyləri. Ay, bir əlimdə bundan bir əlim elə çətindir eləmək. Bəlkə mən buralara bir yerə qoyum. Lütfü, bura qoyum. Deməli qızlar, korobkanı yerləşdirdim, qoydum yerinə. Sonra indi keçirəm bu hissəyə. Bir də albom zatları var deyə burada. İrman sunkasıdır falan da, bu Zeynəbin məktəb sunkasıdır. İstəyirəm yerləşdirim yerlərini.
Çox təəssüf edərəm ki, mən onu sizə tripodla çəkərdim. Kəşke telefonla. Telefonda da yer yaddaşda olurdu. Çünki bu günləri video paylaşmışam. Hələ geri mən zala oturub bu günləri 5 dəqiqə oturub normal 1 stəkan çayımı içməmişəm. Ancaq çayımı ayaq üstü soyutmuşam, getmişəm, isitmişəm, gəlmişəm, təzədən soyutmuşam. Hər nəysə qızlar, axırı başımıza gələnlər, yəni baxın belə işlər. Ayaqları sizə göstərdiyim, həmin kisdə. Qoy bunları da yığım. Hövsələm daraldı, saçımı, başımı yığdım yuxarıdan. Adətən çəkişlərdə bəzək düzək kimi çalışırsan. Bəzək düzək deyəndə, yəni bir də səliqə səhman salırsan özündə. Amma bu səfər onu edə bilmirəm. Çünki dəhşət dərəcədə işim çoxdur. Həddən artıq işim çoxdur. İdman sumkası da yağmıram. İdman dərslərində həftədə 2 dəfə idmanları var. Aparır bunu. Bu da o vaxtları mən işləyən zamanları bilmirəm. İçində nə gəlmişdisə də hədiyyə idi, bilmirəm nəsə var idi içində. Bu da o vaxtdan qalıb məndə. Nə sağa gedir, nə sola gedir. Ay, yoruldum, inanırsınız yoruldum. Belə baxırsınız, inançba sizə hissi çəkmişəm. Əslində korobkanın içini yığmaq çox çətin oldu. Yəni hamısını taraz yığmalısan ki, nə sağa nə sola, korobka sağa sola əyilməsin deyə. İndi bu tərəfi yığışdırım, yoxsa bu tərəfi yığışdırım. Hər iki tərəf köçür. Amma mən burayı yığışdırmalıyam ki, buradan bəzi şeylər keçsin. Yer üzü dəyişin, baxın. İndi buradan baxın. Buradan düzəldim. Bunlar da buncaq şeylərdir. Orada bayraq vardı bizim otaqda. Onu da gətir yerinə qoyaq bayrağımızı. Buranın qapısını gedəndə örtdə, o tərəfdən səslər gəlməsin, baxın. Oy. Yoxdur. Mən yumurladım, qoydum axı oraya elə bir. Benimkili sizinkili. Yaxşı bax bir də. Açıqla belə saxlayam ki, cızılmasın şüşələri. Deyirəm, bağlı saxla, qız yenə açır. Ayaqqabımdır, bu heç. Deyəcəksiniz ki, ayaqqabı burada nə gəzir? Tez gir bağla. Qapını örtdə, bana səs gəlir oradan. Bunun içi yoxdur. Bunu atıram. Neyse. Sonra. Görək bu yazır mı? Bu da yazmır. Bax, bunlar yazmayan şeylərdir, tullanası şeylərdir. Bax, nə gəzir? Nə gəzir şeydə? Nə də onun adı? Ortada. Bütün inanırsınız. Mən bura girəndə, bunların şkaflarına, bunların şeylərini düzəldəndə təsəvvürün ki, mən əsəbdən ölürəm də bir sözlə. Bax, indi karandaşda falan da öz yerinə atıram da. İndi siz təsəvvür edin ki, mən onları o sirtməni düzəldəndə gör nələr olacaq da. Qiyamət qopacaq bir sözlə. Burada karandaşları da belə bir qabın içine yığmışam ki karandaşlar bir yerde olsun. Kisti çıkardır bu. Все. Buradaki şey muncukları da onun içine yığarıq. Bunları qoyaq bura. Nəyə kəsirsən? Bayrağımızı qoyaq yerinə. Dağılmasın. Üç dağıldıqca mən əsəbləşirəm. Orada zibil kuloku qoymuşam deyə qızlar, bax ona görə atıram. Yəni sonra deməyin ki, bəs şeydir də,
Elə zibli yer atırsan, Orada zibil bloku var. Deməli, burada karandaşlarıdır. Burada boyalarıdır. Hələ aşağıda da boyaları var. Burada boyalardır. Bunlar istəyirəm bu tərəfə boyam. Bu idədən sökülür bura. Əməlli başlı bildiyin sökülür. Bildiyiniz o şkaf sökülür. Bax, bildiyiniz. Oca əsəb keçirirəm. Mən oranı görəndə dəli oluram. İndi bax, mən qışqırmayım, mən əsəbləşməyim, mən acıqlanmayım, mən danlamayım bunları. Niyə ineyim axı? Hə? Bax, siz deyin. Siz öz uşaqlarınızı bu cürlə görsəz, niyə inəyərsiniz? Bax, mənə yazın, analar. Çox xahiş edirəm, mənə yazın. Ki, siz nə inəyərdiniz? Mənim yerimdə olsa. Bunlar yağmur, əsəbdən deyəcəm, zirzibilləridir. Hə, can, gəl. Şeyi koymak yoktan çıkmasın. Nəyi? Ay, qoyuram onu onsuz da. Yani şu an. Kurusa, deyəm. Gözlər, deyəm bir dəqiqə. Pul alıplar benden. Ha? Oynamaklarına bak. Emosya. Ama ben bir oynayayım daha. Why you wanna holler at me? I just wanna drop my jiggle.
o tarih.